Salam aleyküm herkese millət. Bugünkü video qonağımız Kia Ceed'in birinci nəsli olan ED kuzu olacaq. Kia Ceed ED Avropa bazarı üçün xüsusi olaraq dizayn edilmiş və segmentində, yəni C-Class segmentində iddialı bir model kimi yadda qalmışdı. 2006-2012-ci illər arasında istehsal olunan avtomobil 3 fərqli ban növündə təqdim edilib. 5 qapılı hatchback, 3 qapılı hatchback və universal. 2009-cu ildə də restyling keçirib, biraz sonra fərqlərindən bəhs edəcəm. Kia Ceed ED-nin eksteryeri klassik Avropa hatchback üslubundadır. Təmiz, kəskin olmayan xəttlər və idmanvari duruş onun əsas vizual xüsusiyyətlərindəndir. Restyling fərqi. 2009-cu ildə edilən restylinglə avtomobilin ön hissəsi tamamilə yenilənmiş, Kia'nın vizit kartı sayılan 4 bucaqlı pələng burnu Tiger Nose adlandırılan radiator barmaqlığı və daha aqressiv ön fənərlər əlavə edilmişdir. Kuzovun dözümlülüyü. Kuzovun korroziyaya, paslanmaya qarşı davamlılığı öz dövrünə qədər kifayət qədər uğurludur. Salon dizaynı Alman avtomobillərinin ergonomikasını xatırladır. Hər şey sürücünün əlinin altındadır və olduqca sadədir. Ön panelin üst hissəsində yumşaq və keyfiyyətli plastikdən istifadə olunub ki, bu da salonda xoşagəlməz səslərin qarşısını alır. Təkər bazası geniş olduğu üçün həm ön, həm də arxa sərnişinləri üçün ayaq və baş məsafəsi öz sinifinə görə çox rahatdır. Hatchback versiyada 340 litr olan bagaj həcmi arxa oturacaqlar qatlanıldıqda 1300 litrə qədər böyüyür. Kia Ceed ED dövrünün təhlükəsizlik və rahatlıq standartlarını tam cavablandırırdı. Maksimal və orta komplektasiyalarda aşağıdakı funksiyalar üstünlük təşkil edir. Bord kompüteri, kondisioner və ya 2 zonalı iqlim kontrol sistemi, elektron qaldırılan şüşə qaldıranlar və ön oturacaqların isidilməsi, AUX və USB çıxışları və sükan üzərində audio sistemin idarə olunması. Avtomobil Euro NCAP qəza testlərindən 5 ulduz alıb, bazı variantlarda belə ABS, 6 ədəd təhlükəsizlik yastığı, yəni airbag və aktiv boşaltdıqları mövcuddur. Üst modifikasiyalarda isə ESP standart olaraq təqdim edilmişdir. Qısacası Kia Ceed ED vizual olaraq göz yormayan, salonu geniş və gündəlik ehtiyacları tam qarşılayan funksional bir büdcə dostudur. Gələk avtomobilin döyünən ürəyinə, onun mühərriklərinə. Birinci nəsil Ceed ED-də ümumilikdə 3 fərqli benzin mühərrikindən istifadə edilib. 1.4 CVVT G4 FA kodlu mühərrik 105 at gücü və 137 Nm tork hasil edərkən yanacaq sərfiyyatı 665 təşkil edir və paylayıcı val ötürücüsündə zəncirdən istifadə olunub ki, zəncirin ömrü 150-180 min kilometrdir. 1.6 CVVT G4 FC kodlu mühərrik 126 at gücü, 154 Nm tork hasil edir, yanacaq sərfiyyatı 6,5-7 litr. Paylayıcı val ötürücüsü yenə zəncirdir ömrəyini ilə və üçüncü ən güclü mühərrik variantı 2.0 litrəlik CVVT G4 GC kodlu mühərrik 143 at gücü və 186 Nm tork hasil edərkən yanacaq sərfiyyatı 7-8 litrdir. Paylayıcı val ötürücüsü burada artıq remendən istifadə edilib ki, remenin ömrü 60 min kilometrdir. Mühərrik ömrü 1.4 və 1.6 litrəlik qamma mühərriklərin vaxtında qulluq edildikdə rahatlıqla 300 min kilometrə çatır və hətta 300 min kilometrdən bir qədər yüksək yürüyüş edə bilir. 2 litrəlik mühərrik isə köhnə nəsil beta seriyasıdır. Remenin ömrü biraz daha az olsa da, mühərrikin özünün ömrü bir qədər daha yüksəkdir. 350 min kilometrdən biraz daha çox gedə bilir. Dizel tərəfində isə 2 fərqli mühərrik tipindən istifadə edilib. 1.6 CRDI və 2.0 CRDI, amma 1.6 CRDI D4 FB kodlu mühərrikin 3 fərqli güc variantından istifadə edilib. 90, 115 və 130 at gücü olan versiyalar. Yanacaq sərfiyyatı 4-5 litr arasıdır. Hər birində gücü çox olduqca yanacaq sərfiyyatı bir qədər artacaqdır. Hər biri zəncir paylayıcıdan istifadə edir ki, zəncirin ömrü yenə 150 min kilometrdir. Və 2.0 CRDI D4 EA kodlu mühərrik 140 at gücü və 305 Nm tork hasil edərkən yanacaq sərfiyyatı 5-6 litr. Val paylayıcısı isə remendən istifadə edilib. Remenin ömrü də 60 min kilometrdir. Mühərrik ömrü 1.6 CRDI bu nəslin ən uğurlu mühərriklərindən biridir. Düzgün dizel yanacağı və keyfiyyətli yağ 5W30 istifadə olunarsa, bu mühərrikin ömrü 400 min kilometrdən bir qədər çoxdur. 2.0 dizel mühərriki də oxşardır, bir qədər az kilometrajı var, təxminən 350 min kilometr. Qiymətləndirmə və tövsiyə. Bizim bazarda ümumilikdə qeyd edim ki, ölkəmizdə bu avtomobil 10-15 min manat civarına satılır. Bizim bazarda və şəhər şəraitində xərcsizlik baxımından 1.6 litrəlik benzin
mühərriki və yanacaq qənaəti ilə çəkiş gücünün bir qədər yüksək olması baxımından isə 1.6 litrəlik dizel mühərriki ən ideal variantlar hesab olunur. Belə dostlar, bugünlük məndən bu qədər. Növbəti videolarda görüşmək üzrə, özünüzə yaxşı baxın.